Salam əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri. Biz davam edirik. Bugün Dövlət İmtahan Mərkəzinin 20 sınav e, vəsaitindən sınaq nömrə 4. Mövzularımız belədir: kompüterin aparat təminatı, kompüterin proqram təminatı və əməliyyat sistemi. Ümumi toplam bu mövzuları əhatələyən sual tapşırıqlarla tanış olaq. Bircə saniyə. Rahat suallardır. Ümumiyyətlə bu bölmə rahatdır. Nəzəri bilikləri öyrənərək bölməni rahat yaza bilərik. Deməli, tətbiqi proqram təminatına aid olanları müəyyən edək. Aid olanlar. Tətbiqi proqram demişdik nədir? Mən çalışacağım sualların üzərində bir-iki cümlədə olsa bir izah verəm, yanınıza düşsün. Tətbiqi proqramlar istifadəçiyə yönəlik proqramlardır, hansı ki, istifadəçiyə müəyyən işləri görməkdə kömək edən proqram. Windows sistem əməliyyat sistemidir. Yəni, birlər olanları çıxaraq, yəni əgər aranızda çox güclü və yaxud da belə dərin biliyə sahib olmayan abituriyentlər varsa, hal-hazırda vaxt azlığından bu mövzuları təkrar edə bilmirsinizsə, bildiyiniz mövzudan yanaşaraq variant eləmə qaydası ilə də doğru cavabı tapa bilərsiniz. Excel bilirik ki, tətbiqi proqramdır, kalkulyator tətbiqidir, Yukondur. Amma burada disk cleanup var. Disk cleanup xidməti proqramlardır. Onlar da sistem proqramının növüdür. Ona görə 4 də çıxacaq. Doğru cavabımız olacaq A variantı. 2, 3, 5. İkinci sualımız qrafik redaktorlara aid olanlar. Harada Paint gördük? Biz bilirik ki, qrafikdir. 1, 3 avtomatik var. 1, 3, 1 olanları saxlayırıq. 1, 3, 2 də Access-dir. Access demişdik nədir? VBS-in proqramlardır. Verilənlər bazasını idarə etmə proqramı. Ona görə B olmur. Bir sözlə deyək, belə deyək də, ya A-dır, ya C-dir məsələsindən yola çıxsa, Word də bilirik ki, mətn redaktorudur. Ona görə C də olmur. Doğru cavabımız olur A variantı. Kursoru idarə olunması klavişlərinə aid deyil. Biz demişdik, kursoru idarə edən 8 klavişdir. Hansı ki, 8 klaviş bunlardır. Oxlar, 4 ox, sağa, sola, yuxarı, aşağı. Eyni zamanda home, end, peg up, peg down. Burada aid deyil. Shift aid idi nəyə? Xidməti klavişlərə. Növbəti xidməti klavişlərə aid deyil. Enter'dir, xidməti klavişdir. Aid deyili istəyir bizdən. Control'dur. Aiddir. A nədir? Hərf rəqəmdir, yəni hərflər, hərf klavişidir. Deməli, 2-dir. F3 funksional klavişləridir, F1-dən F12-yə qədər. 8 də rəqəm klavişinə aiddir. Deməli, 2, 4, 5, 2, 4, 5 A variantı doğru olmuş olur. Həm giriş, həm çıxış qurğularına aiddir. Biz qeyd eləmişdik ki, həm giriş, həm çıxış qurğularımız sensor ekran, optik disk oxuyucuları, faks, modem və sensor web kameralar. Deməli, 5 həm giriş, həm çıxış qurğusunun adını qeyd etmişdik. Bu dərsin əslində video izahı YouTube kanalında var. Əgər çətinliyiniz varsa, bu hər 3 mövzunun cəmləşdiyi əməliyyat sistemi daxil olmaqla mövzunun izahlarına baxa bilərsiniz. Burada da doğru cavabımız olur nə? Sensor ekran. Həm monitor kimi istifadə edə bilir, həm də klaviatura kimi. Giriş qurğularına aid olanı müəyyən edək. Giriş qurğuları informasiyanı daxil edən qurğulardır. Monitor xaric etmədir, prosesor emaldır, joystick və scanner. Doğru cavab 3, 4. A variantı olmuş olur. Proyektor bilirik ki, xaric etmədir, elə də variant əlib tapa bilərsiniz. Hansı qurğu kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiya oxuya bilir? Təbii ki, ştrik kodlar. Görüntü skanerləri görüntüyü çevirirdi. Kredit kartlarının arxasında olanı oxuyur. Ştrik kod mağazada olan, belə deyək, ümumiyyətlə malları üzərindəki kodu oxuyandır. Üzr istəyirəm, burada biraz diqqətsizlik etdim. Maqnetik skanerlər kredit kartlarının arxasında olanları oxuyan skaner növləridir. Bilirdik ki, skanerin 3 növ var. Maqnetik, ştrik kod və görüntü skanerlərin aid etmək olar bu növlərə. Davam edək 8-ci sual tapşırıqlarına. Bizə deyir ki, hansı səhifədən sıçanın göstəricisinin formasını dəyişmək olar? Təbii ki, pointer, biz qeyd eləmişdik ki, göstəricinin formasını dəyişir. Monitorun növünə aid olanları seçək. Matrislidir, printerdir, ştrik koddur, skanerin növüdür. Yerdə qalanlar maye kristal, LCD, eyni zamanda elektron şua borulu isə monitorun növləridir. Bu da A variantı olmuş olur. Burada deyir, printerin növlərinə aid deyil. Printerin növünə aid deyil. Matrisli printerdir, ştrik kod 2, görüntü 3,
LCD 4. 2, 3, 4. Burada da A variantı olmuş olur. Sistem proqram təminatına aiddir. Bircə saniyə. Davam edək 14-cü sualla. 14-cü sual tapşırığında deyir ki, sistem proqram təminatına aiddir. Biz bilirdik, sistem proqram təminatı sistemə yönəlik proqramlardır. Bunlara hansılar aiddir? Gəlin bir analizləyək, bir özümüz üçün biliklərimizə toxunaq. Baza və servis proqramları. Baza nə idi? Sistemə belə deyək, əsas proqramlar, əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri və şəbəkə örtükləri bura daxil idi. Digərləri isə xidməti və yaxud da servis proqramları adlanırdı. 14-cü sual tapşırığımızda da bizdə nə deyir? Təminata aiddir driverlər. Driver nə iş görürdü? Xarici qurğuları kompüterə tanıdan proqram idi, təbii ki. Driver bir olanları götürürük, bir olanları götürürük. Baxırıq ikinci antivirus proqramları. Təbii ki, antivirus proqramları da sistem proqramlarına aiddir. Mozilla Firefox axtarış sistemi diski. Bunlar tətbiqiyə aiddir təbii ki. Burada olur doğru variant, Y variantı. Verilənlər bazasına idarə olunma sisteminə aiddir. Üzr istəyirəm. Access, MySQL. Access-lə MySQL. Deməli, 2, 4. Burada olur 15-də. B variantı. Digərləri də Google Chrome'dur, Mozilla Firefox'da Internet Explorer-dir. Bunlar browserdir. Calc isə Excel hesablama işlərini aparan tətbiqi proqramlara aid edilir. Davam edək 16-cı sual tapşırığına. Bircə saniyə. 16-cı sualı ekran tam verəcəm belə yuxarıya doğru. Yəqin ki, hamısı görünəcək. 16-cı sual tapşırığımız belədir. Proqramlaşdırma alətlərinə aid olanı seçək. Proqramlaşdırma alətləri demişdik, yeni proqram yaratmaq üçün istifadə olunur. Bunlar hansıdır? Logodur, Pascal'dır, Python'dur. Aid olan deyir. 1, 2, 4, 1, 2, 4, B variantı. Davam edək, giriş qurğularına aid deyil. Giriş qurğularına aid deyil. Aid olmayanı istəyir bizdən. Ana lövhə aid deyil. Optik disk sürücüsü, yadda saxlama qurğusu aid deyil. Bir də operativ yaddaş RAM-dan söhbət gedir. Burada da D variantı 2, 3, 5. 12-ci sual proqram təminatının növünə aid deyil. Proqram təminatı demişdik 3 növü var. Sistem proqramları, tətbiqi proqramlar və proqramlaşdırma alətləri. 1, 3, 5 doğru variantımızdır. Davam edək, əməliyyat sisteminə aiddir. Əməliyyat sisteminə aid olanları seçək. 1, MS-DOS. 2, macOS, Apple şirkətinin kompüterlərində istifadə olunan MS-DOS və macOS. Digərləri isə tətbiqi proqramdır. Bu da 1, 3 A variantı olmuş olur. 17-ci sual proqramlaşdırma alətlərinə aid deyil. C++ aiddir. Ona görə sual olaraq bu çıxır variant olaraq. Basic aiddir, bu çıxır. Yerdə qalanlar isə proqramlaşdırma alətinə aid deyil. Bunlar hər biri tətbiqi proqrama aiddir. 2, 3, 5, 2, 3, 5 doğru variant C variantı. Növbəti sual tapşırığımız tətbiqi proqram təminatına aid deyil. Aid deyil. Aid olmayan macOS əməliyyat sistemidir. Basic proqramlaşdırma dilidir. Linux əməliyyat sistemidir. Deməli, 3, 4, 5 doğru variantımız olur. Y variantı olmuş olur. Davam edək. 18 əslində növbəti səhifəyə düşməlidir. Bircə saniyə. Nəzəri suallar olan bölmə. Bəli, burada suallar qutardı, səhv etmirəmsə. 18-19-cu sual tapşırığına davam edək. Baxaq burada. Fərdi kompüter növünə aid olanları müəyyən edək. Fərdi kompüterin demişdik 4 növü var. Masaüstü, dizüstü, planşet və ovucuçu. Deməli, 1, 2 və 5. 1, 2, 5 doğru variantımız olmuş olacaq. Windows əməliyyat sistemində mümkün fayl adlarını müəyyən edir. Bunu müəyyən etməyin qaydası nə idi? Faylların, qovluqların adında qadağan olunmuş simvolları bilmək kifayətdir. 9 simvol idi. Düz siləş, sola siləş, sağa siləş, böyükdür, kiçikdir işarəsi, sual işarəsi, ulduz, yəni qoşa nöqtə, dırnaq işarəsi. Bunlar qadağan olunmuş simvollardır. Əgər baxırıq, bunların adından biri istifadə olunubsa, məsələn, siləş 3 ola bilməz. Doğru olanı seçirik təbii ki. Siləş var, olmaz. Qoşa nöqtə var, olmaz.
Burada da 3 variant qalır. 1, 2, 5. 1, 2, 5 də bizdə olur 20-də A variantı olmuş olur. Yəni bunların da tapılma qaydası belədir. Hansı ifadələr doğrudur? Prosesorun tak tezliyi hertzlə ölçülür. Təbii ki, bir doğrudur. Sərt disk, deyir SSD sərt diski. SSD sərt diskdən daha sürətlidir. Yəni sərt disk burada %100 hard diski deyir. Hard diskdən daha sürətli müasir dövrdə istifadə olunur. 3 doğrudur. Hə, 2-də deyir ki, sərt diskdə yerləşir. Keş yaddaş xeyr səhvdir. 4 xidməti proqramlar kompüterin tətbiqi proqramlarına aiddir. Xeyr. 1, 3. Task Manager vasitəsilə proqramın işini dayandırmaq olur. Bəli, biz demişdik ki, Task Manager nədir? Task Manager asılıb qalmış proqramları bağlayan proqramlardır. 6-cı da belə olur ki, disk defragmenter proqramından diskin defragmentləmək üçün istifadə olunur. Təbii ki, diskdə deyək də hissələrdən ibarət hissəni optimallaşdırır. Burada doğru cavabımız olur 5 və 6. Burada səhvləmirəmsə 4 variant olur. 1, 3, 5, 6. Klasterin həcmi 8 kilobayt olarsa, hansı ölçülü faylın diskdə tutduğu yer eyni olacaq? Biz buna bir dənə qayda öyrətmişdik. Bu mövzu yenə deyirəm. YouTube kanalında var. Bu mövzuyu dərindən öyrənmək istəyirsinizsə, mütləq oradakı videolara baxın. Əgər 8-ə tam bölünən ədədlərdən 308-ə tam bölünmür, 6 bölünmür, 139. Təbii ki, bizdə olacaq doğru variant 2, 4 və 6. Hansılar video faylların uzantısıdır? Bircə saniyə. Davam edirik. Biz video fayl uzantılarına aid olanı seçirik. Video faylların uzantısı AV'dir, FLV-dır, MPG-dir. Bunların hamısı videodur. JPG-dir. PPTX nədir? PowerPoint-dir. Təqdimatdır. Bu da PNG-də şəffaf fonlu web saytlarda istifadə olunan qrafik təsvirlər üçün istifadə olunur daha doğrusu. Burada doğru variantımız olur 135, 135B variantı. T-School Exe adlı fayl C diskində testlər qovluğunun içərisində yaradılmış sinif qovluğunda yerləşərsə, həmin faylın tam adı. Biz faylın tam adı demişdik ki, yolu ilə bir yerdə olan hissədir. Bizdən deyir ki, C diskində yerləşir testlər qovluğunda C, D, E. Avtomatik çıxır. Niyə? Deyir, testlərin içində yerləşir. Deməli, burada qalır A və B variantı. Fikir veririk, faylımızın uzantısı Exe-dir. Exe-də nə idi? İcra faylıdır. Burada isə qrafik fayldır. Deməli, doğru variantımız olur. A variantı olmuş olur. Faylın adında deməli, tam adı doğru ardıcıllıqla 26-da tam adı doğru ardıcıllıqla müəyyən edək. Biz demişdik, birinci gəlir diskin adı 2, sonra gəlir 4, informatika, 5, 3 və 1. Sonuncu gəlir nə? Faylımın uzantısı. Uyğunluğu müəyyən edin. Tətbiqi proqram, sistem proqramları və proqramlaşdırma alətləri 1, 2, 3. Bu nə oldu? Tətbiqi proqramdır, qrafik proqramlara aiddir. 1-ə A. Scribus nəşriyyat proqramları 2-yə də, daha doğrusu 1-ə də B. MacOS əməliyyat sistemidir, təbii ki C. Task Manager. Əslində o da sistem proqramlarına aiddir. Yəni xidməti proqramlar seriyasına da belə deyək, bölməsinə aiddir. Burada da 2 olacaq C və D, 3-ə də qalır Y, Basic proqramlaşdırma alətlərinə aid olan variantdır. Davam edək 23-cü test nümunəmizlə. 23-cü test nümunəsində deyir ki, kompüterin parametrinə əsasən onun əməli yaddaş nə idi? RAM idi, operativ yaddaş, müvəqqəti yaddaş, RAM. Bizə lazımdır RAM-ın əməli yaddaşın həcmini gigabaytla müəyyən edin. Burada da əməli yaddaşdır RAM, deməli 32 gigabayt olmuş olur. Hard diskin ölçüsü və digərləri monitorun ölçüsü bizdən soruşulmur. Ona görə də digər variantlar da ona aiddir. 28-ci sual nümunəmizdə nə deyir bizə? Bircə saniyə. 28-ci sual nümunəmiz belədir. Təmizləyək. Deyir, cədvəldə faylların adı onlarla birlikdə informasiya həcmləri verilib. Cədvələ əsasən qrafik faylların diskdə həcmini
həcmləri cəmini kilobaytla müəyyən edin, klasterlə verib, klaster məsələlərdir. Birinci növbədə mən nə etməliyəm? Burada qrafik faylları tapmalıyam. Ona görə uzantılar lazımdır bizə. Biri budur. ODG'dir. ODG 9-cu sinif dərsliyində də var, video izahda da var, sinif dərsliklərinin izahında da var. ODG-də deyir ki, qrafik fayl uzantısıdır. Həmçinin vektorlarla işləmək üçün əsas uzantılardandır. Text mətindir, bir də PNG var. Deməli, mənə lazım olan 3 dənə fayl oldu. Biri oldu 33 kilobayt, biri oldu 39 kilobayt və sonuncu da oldu 75 kilobayt. Və klasterin həcmi 8-dir. Buna necə klaster lazımdır? Bizdə faylların həcmi kilobaytla istəyir. Tamam. 8-ə bölürəm. Biz demişdik, necə tapırıq? 8-ə bölürəm, amma tam hissə qarşı götürür. Bu olur 4 tam. Deməli, 5 klaster burada lazımdır. Klaster. Burada yenə 8-ə böləcəm. 5 klaster burada lazımdır. 8-ə böləndə 79, 10, belə də. 10 klasterdə burada lazımdır. Əslində bunları bir-bir də vura bilərik həcmi tapanda. 5 vurulsun 8 üstə gəl, 5 vurulsun 8 üstə gəl, 10 vurulsun 8 məsələsi halında. Bu olur 40, üstə gəl 40, üstə gəl 80. Bizə də lazımdır. Deməli, bizə desə neçə klaster lazımdır? 20 dənə klaster. 20 klaster. Amma desə, bax, faylın diskdəki həcmi kilobaytla istəyir. Deməli, 160 kilobayt doğru variantımız olmuş olacaq. Yəni, birinci növbədə uzantıları bilməyin faydası. Hər zaman dərslərdə də deyirdim ki, fayl uzantılarının adlarını bilin. Hansı faylın uzantısı hansıdır bir sözlə. Bu sizə burada lazımdır. Və qəbula da düşür hər il belə tip suallar. Bu da maraqlı sual nümunələrindəndir. Burada nə deyir? Deyir ki, informasiya həcmləri verib bizə. Deməli, həcmlərimiz nədir? 29 qeyd edək bura. Həcmlərimiz belədir. 19, 26, bir də 40 kilobaytlardır. Kilobayt fayllar var və lazım olacaq minimum və maksimum klaster sayını müəyyən edir və klasterlərin həcmi belədir. Bu aralıqda yerləşir. 1 kilobaytdan böyük, x kilobayt bilmirik və 21 kilobayta qədərdir. Və burada deyir ki, klaster tək ədəddir. Yəni, indi bu nə üçün lazımdır bizə deyəcək. Birinci halda baxırıq minimum və ikinci halda maksimum hala. Əgər tək ədəddirsə, birdən sonra gələn tək ədədin neçədir? 3 kilobayt ola bilər. Əgər 19 kilobaytlıq fayla mən minimum belə götürək də klaster 3 kilobayt. Bunu qeyd edək. Kilobayt. Maksimumda nə qədər olar? Bəs yenə tək ədəddir. Fikir verin, 21-dən əvvəlki tək ədəd 19 kilobayt. Düzdürmü? Bu da klasterdir. Klaster. İndi biz baxırıq, minimum üçün bizdən nə istəyir burada? Minimum və maksimum klasterlərin sayın. Say istəyir bizdən. 19 kilobaytı minimum 3 kilobaytlı klasterlərə yığmaq üçün mənə neçə dənə klaster lazımdır? Qaydam nə idi? 19 bölü 3. 6, 7 deməli klaster. Burada lazımdır. 26-nı böldüm 3-ə. 8, 9 dəfə deməli 9 klaster burada lazımdır. 40-ı da böldüm 3-ə. 39, 13, 14 də burada lazımdır bizə. Minimum üçün cəm nə qədər oldu? 13, deməli 23, 7, 30. 30 ədəd klaster burada lazımdır bizə. Və maksimuma baxaq indi. Maksimumda bir klasterin həcmi 19 kilobaytdır. 19 kilobaytlıq fayl, 19 kilobaytlıq klasterə yazmaq üçün bir klaster üstə gəl. 26-nı 19-a yazmaq üçün 2 klaster. 40-ı 19-un içində yerləşdirmək və yazmaq üçün bizə lazımdır, deməli, 19-u 3 klaster. Bunların da cəmi nə qədər oldu? 6 klaster. Bizdən deyir ki, ikisi bir yerdə nə qədər lazımdır? Təbii ki, 36 klaster lazımdır. 36 klaster. Həll variantı da doğru variant budur. Bax, bu bərabərsizlik bizi üçün önəmlidir. Yəni, klasterlər bu aralıqda qiymət ala bilir. Ümid edirəm ki, anlaşıqlı oldu. Davam edib bu bölmədən sonuncu testimizin izahı ilə. Sonuncu testimizdə təbii ki, 30-cu testi yuxarı qayıtmalıyıq bundan ötürü.
Aha, bu da maraqlı test nümunələrindən biridir. Deməli, burada bizə nə deyir? Deyir, həcmi 1 megabayt olan diskə informasiya həcmi 26 kilobayt olan ən çox neçə fayl yerləşdirmək olar və neçə klasterdə boş qalmaz və neçə klasterdə boş qalmaz. Yaxşı, biz birinci növbədə bu tip məsələni həll eləməkdən ötürü biz birinci növbədə bilməliyik ki, buradan qeyd edilir, 26 kilobaytı klasterin həcmi 5 kilobaytdırsa, neçə klasterə yerləşdirə bilərik? Bizə neçə klaster lazımdır? Burada 6 klaster lazımdır mı? Klaster. 5-ə böldüm, keçdi. Sonra burada bizə həcm verib. Həcmimiz nəyə bərabərdir? 1 megabayt bərabərdir 1024 kilobayta. 1024 kilobayt. Və mən 6 klaster burada lazımdırsa mənə, failım yaddaşda nə qədər yer tutacaq? 5 vurulsun 6 olmayacaqmı? Çünki klasterin həcmi, klasterin yaddaşda biri 5 kilobayt tutursa, altda klaster lazımdırsa 30. Mən 1024-ü 30-a bölsəm, buradan alıram ki, 34 tam onda 1. Mən bunun tam hissəsini götürürəm. Deməli, mənim burada 1 megabaytlıq yaddaşda olan, diskdə olan informasiyanı 5 kilobaytlı klasterlərdə halında yerləşdirsəm və 26 kilobayt olan faylı neçə dənə fayl yerləşdirə bilərəm? Bura mən 34 dənə fayl yerləşdirərəm. 35 deyə bilmərəm, çünki 1024-ü aşacaq. Yəni, o 1024-ün içində 34 dənədir. İndi bizdən soruşur ki, burada elə məsələnin şərti bundan kifayətlənmir. Deyir ki, klasterdə boş yer qalmaz. Neçə klasterdə boş yer qalmaz? Neçə klasterdə boş yer qalmaz? Bundan ötürü, ikinci məsələ bundan ibarətdir ki, biz nə etməliyik? Əgər mənim 34 dənə faylım, düzdürmü? 34 dənə fayl yerləşdirə bildim. Mənim klasterim, bax, bu həcmli faylım var idi. 26, baxın. 26 kilobaytlıq fayl var idi burada. Mən bunu klasterə yerləşdirəndə mənim 5 klasterim tam doldu da. 5. 1 kilobaytım elə bir artıq qalmışdı. Deməli, boş yer qalmaz. Nə deməkdir? Tam dolar. Ona görə də tam dolu halın nəzərə alanda biz tapdığımız 34-ü 5-ə vurarıq. 5 kilobayt təbii ki. Kilobayt. Bu klaster sayını. Deməli, mənim onda olacaq. Nə qədər yerim boş qalmaz? Diskdə 170 kilobayt yerim boş qalmaz. Bax, burada bir də bu hissəyə diqqət yetirin. Bəzən olur, yəni sual yarana bilər ki, niyə bəs 6 klasterə yox, 5 klasterə vurduq? Burada deyir ki, neçə klasterdə boş yer qalmaz? Boş yer qalmaz, yəni tam dolar. Yəni, biraz cümlənin altındakı məna budur. Boş yer qalmamaq nə deməkdir? Tam dolmaz anlamındadır. Ona görə də bu testlər nəzəri suallardır. Nəzəri suallar, həll tələb eləməyən və yaxud da həll tələb eləyən bir neçə test nümunəsinə görə video izahlar qısa-qısa ola bilir və rahat olur dinləmək. Təbii ki, elə bölmələr var ki, onlar daha uzun video izah tələb edir bizdən. Ona görə də siz diqqətlə incələyin. Nələr aydın olmasa, nələri başa düşməsəz deyək və yaxud da anlaşıqlı olmasa mütləq şərhlərdə qeyd edin və çalışaram onlarla da bağlı dərs izahları çəkim. Çox sevinərəm ki, faydam olsun. Faydamız oldusa nə xoş halımıza. Növbəti video izahda görüşənədək sağ olun. Videonu izləməyi, dostlarla paylaşmağı, daha çox paylaşaq ki, daha çox insana fayda verək. Paylaşmağı unutmayın. Çox sağ olun. Növbəti video izahda görüşənədək.